Salamlar. Bugün sizler üçün ev üsulü nuggetlər hazırlayacağıq. İnanın mənə McDonald's-da yedilərinizdən qat-qat daha dadlıdır. Mən bunu sizə 100% deyirəm. Elə isə keçid alırıq hazırlama prosesinə. İlk növbəliklə bizə lazımdır toyuğun döşəti. Bunu hündüşkanlı döşətindən edə bilərsiniz. Baxın, beləcə məndə gördüyünüz kimi nazik dilimlərə ayırırıq döşətini. Bacardığınız qədər nazik edin ki, içərisi qızardanda yaxşı pişsin. Qalın olanda istədiyiniz kimi olmayacaq. Mən bir döşətini edirəm. Bu bizə bir ailəyə kifayət edir. Keçdik artıq ikinci prosesə. Mən orada döşətlərini yudum, suyunun çəkilməyini gözləyirəm. Bir qaba indi biz əlavə edirik bir yumurta. Üzərinə 4/1 stəkan su və 4/1 stəkan süd əlavə edirəm. Bunu yaxşıca qarışdırıram. Daha sonra üzərinə sarı kök, duz, istədiyiniz ədviyyatı əlavə edə bilərsiniz. Dadlandırıcı, xoşladığınız hansı ədviyyatın dadını xoşlayırsa, sizə hansı xoşdursa, onu əlavə edə bilərsiniz. Və duzu 1 çay qaşığı əlavə etdim. Bu buna onu bəs edir. Və mən ilk öncə 1 qaşıq un əlavə edirəm. Ortalama bura 3 qaşıq un əlavə edəcəm. Qatılığını indi sizə göstərəcəm. Mən 1 qaşıq əlavə edirəm ki, topacıqlar qalmasın içində. Yaxşıca açıram. Və artıq ikinci qaşığı da əlavə etdim. Gördüyünüz kimi hələ ki çox qatı deyil. Tam şəkildə açsın ki, orada düyücüklər qalmasın. Və mən indi 3-cü qaşığı da əlavə edəcəm. İndi ola bilər ki, sizdə 3 qaşıqdan biraz az və yaxud biraz çox gedə bilər. Bu sizin xəmirin qatılığından asılı olacaq. Gördüyünüz kimi belə duru bir xəmirimiz alınır. Amma ki, çox da duru deyil, çox qatı da deyil. Sizdə də belə olmalıdır. Çox duru olsa, suxariklər yapışmayacaq xəmirə. Ona görə biraz qatı olmalıdır. Artıq yuduğum döşətlərini əlavə edirəm bu qarışımın içərisinə və yaxşıca qarışdırıram. Və bunu istəsəz bir gün belə saxlaya bilərsiniz ki, onun içindəki o duz, istiyot canına hopsun. Amma ki, mən 1 saat saxladım. Bu da kifayət edir. Və keçirik ikinci prosesimizə. 1 saat keçdikdən sonra indi mən bunu başlayacağım suxariklərə batırmağa. Bax, beləcə hər tərəfi batırmaq şəkli ilə hər tərəfini batırırıq. Gördüyünüz kimi belə alınır. Mən sizin bir videomda da suxariki evdə necə hazırlayıram, onu da sizinlə bölüşəcəyəm. Bu arada orada mənim oğlum da kömək etməyə çalışır mənə. Burada da duru yağımızı mən qoymuşam ki, yavaş-yavaş isinsin. Artıq mən bütün ətlərimi suxarikə batırmışam və bunları əvvəlcədən qızdırdığım yağa əlavə edirəm. Və sobamızın altı da çox isti olmamalıdır. Mən gördüyünüz kimi 6 dərəcədə bişirirəm. Siz ola bilər ki, bunu maksimum 7, ondan yuxarı olmamalıdır. Çünki elə olanda içi pişmir. Üzü suxariklər tez qızarır, amma ətin içi pişmir. Ona görə ən yaxşısı orta xodda bişirməkdir. Və bu da digər üzləri də artıq pişib. Mən bunları da çevirirəm. Və digər tərəfdən mən bir boşqabın üzərinə salfetlər sərirəm ki, ətlərimi götürəndə onların üzərinə qoyacağım. İndi sizə göstərəcəm. Baxın belə. Çünki ətdə qalan o yağlar hopsun o salfetə. Çox dadlı olacaq elə olduğunda. Siz bunu istəsəz hər hansı bir sosla yanında yeyə bilərsiniz. Mayonezdən ketçupu qarışdırıram, çox gözəl alınır. Siz istəsəz elə edə bilərsiniz. İndi sizə daha yaxından göstərəcəm bunları. Baxın, belə oldu. İçi də yumuşaq, üzü də xırçıltılı. Hər birinizə nuş olsun.